Salamlar, vaxtınız xeyir olsun. Biz bu 7-ci surə dərsliyinin bölmə 4.2 havada su mövzusuna izahına baxacağıq. Gəlin vaxtırmada mövzula tanış olaq. Mövzuya keçmədən öncə bizə belə bir kiçik mətn verib və mətni oxuyaq və təhlil edək. İndoneziya Meteorologiya, İqlimşünaslıq və Geofizika Agentliyi ilin sonuna doğru qarşıdan gələn ekstremal hava şəraiti ilə bağlı ictimaiyyəti xəbərdar etdi. İndoneziyanın cənub bölgələrində yaşayanlar dekabrın sonuna kimi ciddi hava hadisələri ilə bağlı ehtiyatlı olmaq tövsiyə edilirdi. Bu bölgələrdə güclü küləklərlə yanaşı şiddətli yağışlar da ola bilər. Mətni oxuduq, mətnə diqqət daha yaxın təhlil edək. Deyir ki, İndoneziyada Meteorologiya, İqlimşünaslıq və Geofizika Agentliyi yəni qarşıdan gələn ekstremal hava şəraiti ilə bağlı ictimaiyyətə xəbərdarlıq verdi. Ekstremal hava nə idi? Ani vaxtda baş verə biləcək hava şəraitinin ekstremal hava şəraiti deyilir. Daha sonra İndoneziyanın cənub bölgələrində yaşayanlar dekabrın sonuna kimi ciddi hava hadisələri ilə bağlı ehtiyatlı olmaq tövsiyə edilirdi. Yəni artıq əvvəlcədən əhaliyə xəbərdarlıq olunmuşdu hansı bölgələrdə və hansı ayda hava hadisələri, hansı təhlükələr gözləyir və ehtiyatlı olmaq tövsiyə edilmişdir. Bu bölgələrdə güclü küləklərlə yanaşı şiddətli yağışlar da ola bilərdi. Yəni dekabr ayında cənub bölgələrində, yəni İndoneziyanın cənub bölgələrində güclü küləklərlə yanaşı şiddətli yağışlar da ola bilərdi. Yəni bu barədə agentlik əhaliyə xəbərdarlıq etdi. Daha sonra qlobal iqlim dəyişikliklərinin təzahürünün digər ölkələrdə olduğu kimi İndoneziyada özünü göstərir. Ölkənin sıx məskunlaşdığı adlardan ibarətdir. Ekstremal hava şəraiti burada daşqınlara, torpaq sürüşməsinə, dəniz səviyyəsinin qalxmasına, əkinlərin ziyan görməsinə və ada sakininin əziyyət çəkməsinə səbəb olur. Hava şəraitinə aid fəlakətlərin riski və miqyasının artması ölkədə böyük problemlər nəticələnir. Yağıntıların miqdarındakı dəyişiklik əhaliyə, xüsusən kənd təsərrüfatı torpaqlarına mənfi təsir göstərir. İntensiv yağışlar nəticəsində daşqınlar məhsulları məhv edir və yerli ərzaq təchizatında problemlər meydana gəlir. Bu ərzaq çatışmazlığına səbəb olur. Mətni bir qədər oxuduq, gəlin mətni daha yaxın təhlil edək. Qlobal iqlim dəyişiklikləri təzahürü digər ölkələrdə olduğu kimi İndoneziyada özünü göstərir. Yəni dünyamızda bilirik ki, qlobal iqlim dəyişiklikləri hər ölkədə özünü müxtəlif səbəblərlə göstərə bilər. İndoneziyada özünü daşqınlar, sellər və şiddətli hava hadisələri ilə göstərir. Daha sonra ölkə əhalinin sıx məskunlaşdığı adlardan ibarətdir. Yəni İndoneziya necə bir ölkədir? Xəritədən də göründüyü kimi 5 şəkildə görürük ki, İndoneziya ada ölkəsidir və çoxlu adalardan ibarətdir. Və həmçinin ekstremal hava şəraiti burada daşqınlar, torpaq sürüşməsi, dəniz səviyyəsinin qalxmasına, əkin sahələrin ziyan görməsi, ada sakininin əziyyət çəkməsinə səbəb olur. Deyək ki, ekstremal hava şəraitində İndoneziyada nə baş verə bilər? Dəniz səviyyəsinin qalxması, daha sonra əkin sahələrin ziyan görməsi, torpaq sürüşmələri və daşqınlar nədir? Ada sakinlərinin həyatını çətinliyə yarada bilir. Hava şəraitinə aid fəlakətlərin riski miqyasının artması ölkədə böyük problemlərlə nəticələnir. Yağıntı miqdarındakı dəyişikliklər əhaliyə, xüsusən də kənd təsərrüfatı torpaqlarına mənfi təsir göstərir. Belə deyək ki, dəniz səviyyəsinin qalxması torpaqların yuyulmasına gətirib səbəb, torpaq sürüşmələri olması, yararlı torpaqların yuyulması və yararsız hala gətirilməsinə gətirib çıxara bilir. Bunda əsas əziyyəti kimlər çəkir? Əsasən kəndlilər əziyyət çəkir. Bilirik ki, kəndlərdə ölkənin əsas ərzağı istehsal olunur. Əgər ərzaq istehsal olunmazsa, ölkədə ərzaq çatışmazlığına səbəb olur. Yəni mətnin qısa təhlili belədir. Daha sonra fəaliyyət suallarına baxaq. Mən təmizləyim. Baxaq indi. Birinci sualda deyir ki, A şəklinə əsasən, baxın bu bizim A şəklimizdir.
şəklinə əsasən verilən yer hansı məntəqə A şəklinə əsasən suallar cavablandırır. Baxın, bu bizim A şəklimizdir. Birincinin A'sında deyir ki, sizcə A şəklində verilən yer hansı məntəqə üçün istifadə olunur? Baxın, bu İndoneziyanın Meteorologiya, İqlimşünaslıq və Geofizika Agentliyinin binasıdır. Yəni, baxın, görürsünüz, bu şəkil bu mətnə aiddir. Və hansı məqsədlər üçün istifadə olunur? Əsasən, burada qeyd olunur ki, əhaliyə ekstremal hava şəraiti haqqında məlumat verilməsi üçün, daha sonra torpaq sürüşmələri, dəniz səviyyəsinin qalxması və digər ekoloji fəlakətlər haqqında əhaliyə əvvəlcədən xəbər vermək üçün istifadə edilir. Daha sonra B-yə baxaq. Deyək ki, dərc olunmuş mətnlə şəkil arasındakı hansı əlaqəni görürsünüz? Baxın, burada göründüyü kimi Meteorologiya, İqlimşünaslıq və Geofizika Agentliyinin binasıdır. İçəridə göründüyü kimi komitərlər, mütəxəssislər və nəhəng LED ekranlar var. Burada mütəxəssislər hava haqqında məlumatlar toplayır və onu təhlil edir. Və ən sonunda əhaliyə bu barədə məlumatlar verilir. Məlumatlar əsasən qəzet, jurnal, sosial media və digər xəbər platformaları vasitəsilə əhaliyə məlumat ötürülür. Daha sonra ikinci tapşırığa B və C şəkillərinə əsasən suallar cavablandırın. Bax, bu bizim B şəklimiz, bu da bizim C şəklimizdir. A'da deyir, İndoneziya hansı qitə və okeanlar arasında yerləşir? İndoneziya, baxın, göründüyü kimi, baxın, bu bizim İndoneziyadır. Hansı qitə arasında yerləşir? İndoneziya yerləşir, baxın, Asiya və Avstraliya arasında sakit və Hind okeanları arasında yerləşən ada dövlətidir. Həmçinin İndoneziya yerləşir, Cənub-Şərqi Asiya regionunda da yerləşir. Bunu da yadda saxlamağınız vacibdir. Sonra baxaq, B-yə baxaq. Ölkənin coğrafi mövqeyi, onun hava şəraitlə hansı təsir ola bilər? Biz bilirik ki, ölkənin 2 cür coğrafi mövqeyi var. Əslində 4 cür coğrafi mövqeyi var. Bizə əsasən hal-hazırda 2 coğrafi mövqeyi vacibdir. Bunlardan biri fiziki coğrafi mövqeyi, digəri isə iqtisadi coğrafi mövqeyi, digər coğrafi mövqeylər, ekoloji coğrafi mövqeyi var, bir də siyasi coğrafi mövqeyi var. Hal-hazırda dediyim kimi iqtisadi və fiziki coğrafi mövqeyi vacibdir. İqtisadi mövqedə görürük ki, İndoneziya 2 qitə arasında yerləşir və 2 okean arasındadır və onun şəraiti, iqtisadi coğrafi şəraiti əlverişlidir. Digər tərəfdən fiziki coğrafi şəraitinə baxsaq, İndoneziya həm ekvatordan şimalda, həm ekvatordan cənubda yerləşən adalar mövcuddur. Və ekvatorda yerləşən ərazilər biz bilirik ki, il boyu rütubətli və isti olur və bu nəticəsində həm ərazilərdə il boyu bol yağıntı və günəş enerjisi alır və bu da İndoneziyanın fiziki coğrafi mövqeyi ilə bağlıdır. Sonra baxaq. C-yə baxaq. C şəklindəki hava şəraitinin xüsusiyyətləri haqqında nə deyə bilərsiniz? Bax, bu bizim C şəklimizdir. Hava görürük ki, tutqundur, buludludur və əhali öz işlərindədir, yəni çəltiyə əkirlər və nəticədə yaxın günlərdə, yəni şəkillər əsasında demək olar ki, yaxın günlərdə ərazidə intensiv yağışlar baş verə bilər. Daha sonra D-yə baxaq. İqlim dəyişiklikləri nəticəsində nəticədə hansı hadisələr baş verə bilər? Baxın, burada qeyd olundu. Dərsin özündə də. Baxın, daşqınlara, torpaq sürüşmələrdən səviyyəsinin qalxmasına, əkin sahələrinin ziyan görməsinə gətirib çıxarda bilər. Gəlin dərsimizə davam edək. Baxaq. İndoneziyanın iqlimi əkinçiliyin inkişafı üçün əsas amildir. Burada isti və rütubətli hava şəraiti müşahidə olunur. Yuxarı qalxan hava axınları, buludlu səmada şiddətli yağışlar və yerli tufanlar bu zonanın təbiətin özünə məxsus xüsusiyyətlərindəndir. İndoneziya yağıntıları il boyu bərabər paylanır. Bura qədər oxuduq, gəlin mətni daha yaxından təhlil edək. İndoneziya iqlimi əkinçiliyin inkişafı üçün əsas amildir. Burada isti və rütubətli hava şəraiti müşahidə olunur. Yuxarı qalxan hava axınları, buludlu səma şiddətli yağışlar və yerli tufanlar zaman təbiətin özünə məxsus xüsusiyyətlərindəndir. İndoneziya həmçinin demək olar ki, yüksək təzyiq zonasında yerləşir. İndoneziya yağıntılar il boyu bərabər paylanır. Yəni
qeyri-bərabər deyil. Yəni il boyu hər bir ərazisinə eyni miqdarda yağıntı düşür. Bu da onun ekvator xəttinə yaxınlığından əlaqəlidir. Daha sonra Yava, Sumatra, Slovesi və digər adlarda çəltik ölkənin iqtisadiyyatının həyatına mühüm yer tutur. İqlim rütubətli olmasına baxmayaraq çəltik əkinləri əlavə su tələb edir. Yerli əhalinin çəltik əkinlərinə aid xüsusi suvarma metodları var. Bu suvarma metodunun unikallığı ilə UNESCO-nun tərəfindən mədəni mənzərə kimi tanınır. Belə ki, çəltik əkinləri gözəl mənzərələrlə dağ terraslarında yerləşir. Dedik ki, İndoneziyada hansı adalar var? Yava, Sumatra və Sulawesi. Bu adaların adlarını əzbər öyrənin və xəritədə yerlərini tapın. Və digər adaları var və bu adalarda əsas kənd təsərrüfatı bitkisi çəltikçilikdir. Çəltikçilik ölkənin iqtisadiyyatına mühüm yer tutur. İndoneziyanın iqlimi rütubətli olmasına baxmayaraq çəltik əkinləri əlavə su tələb edir. Yerli əhali çəltik əkinləri üçün xüsusi suvarma metodları var. Bu suvarma metodlarına teraslar deyilir. Dağ yamaclarını xüsusi pilləvari şəkildə edərək suyu saxlayırlar. Bu da UNESCO tərəfindən mədəni mənzərə kimi tanınır və bu əkinçilik gözəl mənzərəyə gətirib çıxardır. Beləliklə, ərazidə yaranan hava şəraiti temperatur ilə yanaşı rütubət və yağıntı miqdarından da asılıdır. Hava şəraiti meteoroloji stansiyaları öyrənib bu tədqiqatlar nəticəsində hava proqnozları hazırlanır və öncədən əhaliyə məlumat verir. Hava proqnozunun tərifi nədir? Demişdik ki, hava haqqında məlumatlar toplusuna hava proqnozu deyilir. Yəni dedik ki, hava şəraiti temperaturla yanaşı rütubət və yağıntı miqdarı nasıldır? Yəni rütubətli dedik ki, nədən asılıdır? Belə ki, ərazilərin hava şəraiti temperaturla yanaşı rütubət və yağıntı miqdarından da asılıdır. Hava şəraiti meteoroloji stansiyalar haqqında meteoroloji stansiyalar öyrənilir və hava proqnozları tərtib edilir və əhali öncədən məlumat verilir. Mətnimiz bu qədər. İndi isə gəlin suallar cavablandırır. 3-cü sualda deyir ki, D və Y şəkillərində əsasən suallar cavablandırın. Bax, bu bizim D şəklimiz, bu da bizim Y şəklimiz. A-da deyir ki, şəkilləri şərh edin. D-də dumanlı hava şəraiti mövcuddur. Və ərazinin isti və rütubətli olduğunu görürük. İkincidə isə görürük ki, ikinci şəkildə, yeni şəkildə görürük ki, insanlar kənd təsərrüfatı əkinçiliyə məşğuldur. Dağların teraslaşdırılması işə həyata keçirilir. Yəni, bu da oldu bizim A-nın cavabı. Sonra B-yə baxaq. Deyir ki, Y şəklində hava şəraitinə aid nə deyə bilərsiniz? Y şəklində hava şəraitinə aid. Baxın, burada elə verib, İndoneziyanın iqlimi rütubətli olmasına baxmayaraq çəltik əkinləri əlavə su tələb edir. Yerli əhalidə özlərinə aid xüsusi bir yöntəm kəşf ediblər. Buna da teraslaşdırılma, yəni dağ yamaclarını pilləvari şəklə salaraq hər pillədə kiçik su hövzələri yaradılar ki, bu nəticəsində də suvarmanı daha effektiv şəkildə edə bilirlər. Sonra 4-ə baxaq. F qrafikini təhlil edin. Baxın, bu bizim F qrafikimiz. Baxaq, A-da deyir ki, maksimum temperaturların müşahidə olunduğu ayları müəyyən edin. Yəni, baxaq, maksimum əsasən baxaq, minimum yanvar ayında, maksimum isə avqust, sentyabr ayında müşahidə olunur. Yəni, minimum yanvar ayında, maksimum isə daha doğrusu dekabr ayında, baxaq, daha doğrusu noyabr ayında müşahidə olunur. Bəs deyir ki, nə üçün aralarında deyir ki, ayları müəyyən edin. Dedik ki,
minimum yanvarda, maksimum isə noyabr ayında qeydə alınır. Ən yüksək və ən aşağı temperatur arasında fərq nə üçün çox azdır? Mətndə də oxuduğumuz, dərsdə də oxumuşduq ki, İndoneziyanın iqlimi il boyu rütubətli və istidir. Yəni bunun da səbəbi ekvatora yaxın yerləşməsidir. Bu səbəbdən də il ərzində temperatur demək olar ki, çox az dəyişir və minimum və maksimum temperatur arasındakı fərq çox az olur. Daha sonra nə üçün İndoneziya yağıntılar çox düşür? İndoneziya dedik ki, həm şimaldan, həm cənubdan adalar ekvator xəttinə yaxın yerləşir. Həm şimal yarımkürəsində, həm cənub yarımkürəsində yerləşir. Bu nəticəsində də bilirik ki, ekvator xəttinə yerləşən ada və ölkələr daimi bol yağıntı alır. Yəni ekvatora yaxın yerləşən coğrafi ərazilər daimi bol yağıntı alır və il boyu isti və rütubətli olur. Daha sonra qrafikə əsaslı orta illik temperaturu hesablayaq. Mən özüm qıraqda vərəqdə qeyd eləmişdim. Baxın, 24 üstəgəlinsin 26 üstəgəlinsin 27 üstəgəlinsin, baxaq 28 üstəgəlinsin 29 üstəgəlinsin 28 üstəgəlinsin 27 üstəgəlinsin 27 üstəgəlinsin 28 üstəgəlinsin 26 üstəgəlinsin 25 üstəgəlinsin 25. Ümumi il ərzində temperaturların cəmi 320-dir. Biz də onu 12-yə böləcəyik. 12-yə böldüyümüz zaman eləyəcək orta illik temperatur 26,6 dərəcədir. Yəni qrafikdən də göründüyü kimi aylar arasında temperatur fərqi çox deyil. Yəni maksimum 1-2 dərəcə fərq var. Dərsimiz bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Gələn videolarda görüşəndə hələlik.